Cənab Prezident İlham Əliyevin BMT-də səsləndirdiyi fikirlər kimlərə, hansı mesajlar ötürdü Elman müəllim? Təşəkkür edirəm bu məsələ. Bax, indi sizin qaldırdığınız məsələ bu günləri təkcə Azərbaycanda deyil, beynəlxalq mətbuatı da izləsəniz, doğrudan da BMT müzakirə olunan məsələlər Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ismarıcıları çox böyük bir rezonansa səbəb olub. Və onu qeyd edeyim ki, Cənab Prezident dəfələrlə BMT kürsüsündən öz mesajlarını verib. Hələ 2003-cü ildə o hələ baş nazir vəzifəsində ikən, bilirsiniz ki, seçkilərdən öncə, prezident seçkilərindən öncə BMT baş məclisinin sessiyasında iştirak eləmişdi. Sonra 2004-cü ildə, 2010-cu ildə, 2017-ci illərdə də həmin ali kürsüdən çox ciddi ismarıcılarını beynəlxalq ictimaiyyət ünvanlamışdı. Bundan savayı BMT-nin 2020 və 2021-ci ildə keçirilən sessiyalar koronavirus dövrünə təsadüf elədi və həm də Cənab Prezidentin dünyanın narahat edən qlobal problemin, yəni pandemiya ilə mübarizə məsələsindəki mövqeyi çox böyük beynəlxalq əks-sədaya səbəb oldu. Çünki bəzən bunu 3-cü dünya müharibəsi deyirdilər, bu pandemiya ilə olan müharibənin. Bu müharibədə əsas söz sahibi olmalı idi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri. Amma bir çox hallarda onlar müşahidəçi statusunda sanki proseslər izləyirdilər və Cənab Prezident qoşulmama hərəkatının sədri olaraq BMT baş məclisinin xüsusi sessiyasının çağırılmasına nail oldu. Bundan savayı deməli bu pandemiyaya qarşı mübarizədə beynəlxalq səyləri birləşdirdi. Sonra yadınızdadır, vaksin millətçiliyinə qarşı mübarizənin önündə getdi. Bunlar hər kəsə bəllidir. Biz 140-dan çox dövlətə donor ölkə olaraq dəstək verdik. 80-dən çox ölkəyə biz pandemiya dövründə öz köməkliyimizi göstərdik. Bunlar bəlli həqiqətdir. Amma bu dəfə BMT-nin 80-ci həm də yubiley sessiyasında Cənab Prezident tamamilə başqa, fərqli ampulada çıxış edirdi. Özü də ilk cümlələrini məhz belə başladı. Dedi, mən bu ali kürsüdən dəfələrlə Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasəti, işğalçılıq siyasəti, onun ağır nəticələri ilə bağlı çıxışlar etmişəm. Beynəlxalq ictimaiyyəti məlumatlandırmışam, amma bu dəfə fərqli. Biz tarixi zəfərə gedən yoldan, sülh prosesi ilə bağlı məsələlərdən danışacağam və 2-ci Qarabağ müharibəsinin nəticələri, bizim qarşımızda dayanan hədəflər, yeni reallıqlar, bununla bağlı fikirlərimi paylaşacağam və Cənab Prezidentin bax bu çıxışında İlk növbədə bugünkü reallıqlara keçməmişdən əvvəl köhnə reallıqlara da diqqəti cəlb etdi ki, Ermənistan 30 il ərzində torpağımızı işğalda saxladı. Daşı daş üstündə qoymadı. Hər şeyi dağıtdı, məhv elədi. Bizim həm də dini, tarixi abidələrimizi yerlə yeksan elədi. Bizim milli irsimizi məhv etmək istədi və 65 məscidin adını çəkdi ki, həm də BMT kürsüsündə bilirsiniz ki, 120 qoşulmama hərəkatının üzvləridir və onların böyük əksəriyyəti də müsəlman ölkələrdir və bu tezislərin çox böyük mənası və əhəmiyyəti var idi. Həm də Cənab Prezident BMT kürsüsüdür və oradan BMT-nin ali rəhbərliyinə və dünya liderlərinə xitabən söylədi ki, bax bu BMT-də onun Təhlükəsizlik Şurasında 4 qətnamə qəbul edilmişdi bizim münaqişə ilə bağlı. Orada dərhal qeyri-şərtsiz tamamilə erməni silahlı qüvvələrin çıxarılması məsələsi öz əksini tapmışdı. Amma icra edilmədi. Zahir müəllim, BMT nizamnaməsinin 25-ci maddəsinə baxın. Yazılıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icrası icbaridir, məcburidir. Bunu Azərbaycan yazmayıb və bunu yazıblar böyük dövlətlər. Bir icra eləyəndə bu selektiv yanaşmadır. Bir halda Təhlükəsizlik Şurasının qətnamələri işləyir, başqa halda yox. Biz o qətnamələri işlər vəziyyətə gətirdik. Bunu Cənab Prezident söylədi. Və eyni zamanda qeyd elədi ki, bu münaqişə ilə ATƏT Minsk qrupu məşğul olurdu. Onun mandatında idi, amma heç bir şey etmədi. Əksinə, münaqişəni dondurmaqla məşğul oldu. Və artıq bu Minsk qrupu da tarixə qovuşub sentyabr ayının birindən. Və Cənab Prezident bax bu reallıqları danışandan sonra söylədi ki, Vaşinqton görüşündə tarixi biz uğurlara imza atdıq. Vaşinqton görüşü ilə bağlı həm də Birləşmiş Ştatların prezidenti Cənab Trumpa çox böyük təşəkkürünü ifadə elədi. Və qeyd elədi ki, bəli, onun böyük dəstəyi ilə, onun vasitəçiliyi ilə, onun deməli şahidliyi ilə biz sülh müqaviləsini parafladıq bizim Xarici İşlər Nazirlərimiz. Və eyni zamanda Azərbaycan, Ermənistan və ABŞ prezidentinin də imzası ilə bir birgə bəyanat qəbul etdik.
Artıq Üzrüstən polemika şəklində danışaq. Bəli, eyni zamanda Tramp marşrutuna bağlı məsələlər diqqəti cəlb etdi. Yəni yekunlaşdıran fikrimi ki, indi biz bu məsələlər çox böyük məsələ, cənab prezidentin çıxışında çox böyük tezislər var ki, yəni əsasən bax bu məqamlara diqqəti cəlb etdi ki, biz tarixi zəfər imza atmışıq. Biz qalib dövlətik, həm də bilirsiniz 193 dövlətin prezidenti, baş naziri, Xarici İşlər naziri təmsil olunur. Orada bəlkə də yeganə dövlət başçısı Azərbaycan prezidentidir ki, o məhz müzəffər dövlət başçısı kimi qatılmışdı. Çünki 80 il ərzində hələ ərazi bütövlüyü pozulmuş elə bir dövlət və lideri yoxdur ki, o bu ərazi bütövlüyünü bərpa etsin və bu tədbirə qatılsın.